Salam, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz doktor. Bugün çox maraqlı mövzulardan danışacağıq. Valideynlər üçün çox maraqlı olan mövzulardan danışacağıq. Siz də çox xoş oldu yanımızda görmək. Xoş gəlmisiniz. Çox sağ olun Nəzrin xanım, çox minnətdaram dəvətiniz üçün. Əlbəttə ki, elə bir dövrdə yaşayırıq ki, artıq məlumatımız nə qədər çox olarsa, həyatımızın gedişatı bir o qədər yaxşılaşar, rahatlaşar. Xüsusən də gənc ana olaraq indiki şəraitdə uşaq böyütməyin nə qədər çətin olduğunu biz nəzərə alsaq, belə verilişlərin, belə podkastların getməyində çox böyük əhəmiyyət var. Ona görə də mən öz təşəkkürümü bildirirəm ki, bunların hamısını nəzərə alırsınız və belə bir yola başlamısınız. Çox sağ olun. Çox təşəkkür edirik. Elə istəyirəm ilk sualdan başlayaq. Valideynlərin ən çox soruşduğu suallardan biridir ki, körpələr normal olaraq neçə aylığında eməkləməyə başlayırlar? Çox gözəl suallardan biridir. Ümumiyyətlə mən onu demək istəyirəm ki, eməkləmək adətən 6-7 ayından sonra başlayır. Amma bir çox valideynlər narahat qalırlar ki, bəs mənim uşağımın 8 ayı var, 9 ayı var, mənim uşağım hələ eməkləmir. Əslində qalmış olsa, belə deyim də, statistik göstəricilərə görə əksər uşaqlar 6-7 ayında artıq sərbəst eməkləyə bilməlidirlər. Amma bu hər uşağa aid deyil. Yəni hər uşaq məcbur deyil ki, 6-7 ayında eməkləsin. Və bu 9 ayına qədər davam edə bilər. Yəni 9 aylıq uşaq ola bilsin ki, eməkləməyə təzə-təzə başlasın və bu problemin olduğu demək deyil əslində qalmış olsa. Çünki izolə olunmuş eməkləmənin ləngiməsi 9 ayından sonra nəzərdə tutulur. Bəli, bu hallarda biz kombinə olunmuş əlamətlərlə bir yerdə, yəni digər əlamətlərlə bir yerdə bu prosesi analiz eləsək, onda araşdırmanı apara bilərik. Yox, amma izolə olunmuş haldadır, hər şey normaldır, amma uşaq 8 ay var, eməkləmir, 7 ay var, eməkləmir. Bu problem demək deyil. Dediyim kimi 6-9 ay ərzində əksər uşaqlar eməkləyir. Və bəzi uşaqlar da var ki, onlar eməkləmirlər, birbaşa yeriməyə başlayırlar. Bu normaldırmı? Baxın, çox gözəl sualdır. Ümumiyyətlə uşağın nə vaxt eməkləməyə başlaması, eməkləməsi bu onun fiziki inkişafının müəyyən bir mərhələsidir. Burada uşağın nə vaxt eməkləməyə başlaması əhəmiyyət kəsb eləməsinə qalmış olsa. Əhəmiyyət kəsb eləyən uşağın inkişaf periodlarının düzgün formada və ardıcıl formada birindən sonra o biri, o birindən sonra o birisi, bax bu əhəmiyyət kəsb eləyir və həkimlər mütləq buna fikir verməlidirlər. O ki qaldı eməkləmə məsələsinə, eməkləmə bəli, elə uşaqlar var ki, ümumiyyətlə eməkləmirlər və birbaşa gəzməyə başlayırlar. Mən özümdə uşaq vaxtı eməkləməmişəm, birbaşa yerilmişəm. Yəni bu patologiya, bu problem olması demək deyil. Və yaxud da ki, eməkləməyin özünün müxtəlif xarakterik xüsusiyyətləri var. Məsələn, elə uşaq var ki, normal halda 4 ətrafı üzərində eməkləyir. Amma elə uşaqlar var ki, üzmə formasında, yəni qarnı, çanağı, döşəmədə yalnız əlləri ilə üzmə formasında eməkləmək istəyir, hərəkət edir. Elə uşaqlar var ki, qurbağa kimi, yəni əllərini qoyur, sadəcə ayaqlarını yığıb qurbağa kimi yerdə tullanmaqla hərəkət edir. Yəni bunlar hamısı normal bir faktorlardır, normal bir inkişaf mərhələsidir. Bayaqki sualı cavab verdiyim kimi, yəni nə vaxt eməkləməyə başlaması bizim üçün əhəmiyyət kəsb eləmir. Bizim üçün əhəmiyyət kəsb eləyən uşağın inkişaf periodlarının sağlam və ardıcıl formada, düz formada davam eləməsidir. Ona görə də əlbəttə ki, uşaq əgər eməkləmirsə, bu patologiya var, bu xəstəlik var, bu o demək deyil. Bəs addım atması desək, nə vaxt addım atmalıdır? Bunun müddəti varmı, yoxsa o da eməkləmək kimi artıq inkişafdan asılıdır mı? Buradadır, bu da inkişafdan və inkişaf tempindən asılı olaraq deyirik. Elə ailələr var ki, bunlarda uşaqların gəzməyi, addım atması, belə deyək də, 15 ayından, 16 ayından sonra baş verir. Amma əksər hallarda uşaqların sərbəst gəzməsi çox uşaqda statistik göstəricilərlə 12-15 ayında baş verir. Amma bu demək deyil ki, sizin uşağınız 17 ayında gəzməyə başlayacaqsa, bu problemdir.
Yox. Adətən biz buna problem şəklində komple əlamətlərə nəzərən, bəli, biz hər hansısa bir düşüncəmiz ola bilər, hər hansısa bir ehtiyatımız ola bilər. Yəni nədənsə şübhələnə bilərik. Əgər bu əlamətlər yığımı, əlamətlər buketi əgər bizi vadar edirsə bu barədə düşün, bəli, onda araşdırmanı aparırıq. Yoxsa izolə olunmuş formada həm iməkləmənin, həm gəzmənin gecikməsi bizim üçün heç nə vermir. Yəni bu norma variantı kimi biz bunu hesab edə bilərik. Bəli, elə uşaqlar da var ki, bunlar 6 ay yarımından, 7 ayından artıq gəzməyə başlayırlar. Bəs həyəcan təbili nə vaxt çala bilərik ki, bu vaxta qədər gəzmədi, artıq mütləqdir ki, biz onu pediatra aparaq. Çox gözəl sualdır. Bax, burada da yenə bayaqki məsələnin üzərinə gəlirəm ki, bizə inkişafın mərhələli şəkildə bir-birinin ardınca getməsi əhəmiyyət kəsb edir. Və əksər uşaqlar statistik verilənlərə görə də 18 ayına qədər əslində gəzmələri lazımdır. Bəli, əgər 18 ay, yəni 1 il yarımdan sonra uşaq gəzmirsə, bu bir şübhə yaratmalıdır həkimdə, müəyyən araşdırma aparmalıdır. Həm nevroloji, həm somatik sistemlərdə, həm endokrinoloji sistemlərdə, yəni buket formasında buna yanaşmaq lazımdır. Yəni hər bir şey yoxlanılmalıdır. Çünki burada səbəblər yəni bir orqanda yox, bir neçə orqan və sistemdə ola bilər və bunları araşdırmaq. Bəli, əgər biz görürük ki, hər şey normaldırsa, yəni yenə də bizim müəyyən qədər bir vaxtımız var ki, 1-2 ay, yəni biz burada gözləmə rejimini tuta bilərik. Əgər uşaqda bütün digər əlamətlər normaldırsa, digər inkişaf templəri normaldırsa, digər inkişaf xüsusiyyətləri yaşına uyğundursa, bəli, biz bir qədər də gözləyə bilərik. Amma adətən 18 ayından sonra bizdə biraz qorxu yaranır. Yerimənin gecikməsinə ən çox nə səbəb olur? Yerimənin gecikməsinə səbəb olan amillər müxtəlifdir. Burada yenə də birinci növbədə mən demək istəyirəm ki, ola bilsin ki, genetik bir meyar var ortalıqda. Yəni, həkimlərin də, valideynlərin də mütləq nəzərə tutacağı bir moment valideynlərdən və yaxud da yaxın əqrabalardan, məsələn, dayıda, əmidə, bibidə, xalada, bunlarda da yerimənin ləngiməsi müşahidə olunubmu keçmişdə yoxsa yox. Adətən belə ailələr var ki, onların uşaqları ümumiyyətlə gec yeriyir. Yəni bu onların genetik səviyyədə kodlaşdırılmış inkişaf tempi ilə əlaqədardır. Elə uşaqlar var ki, bu bir istiqamət. Digər bir istiqamət elə uşaqlar var ki, məsələn, onların çəkisi həddindən artıq böyükdür. Yəni bu çəkinin yüksək olmağı xüsusən onlarda balansın, ondan sonra əzələ tonusunun, ondan sonra hərəkətin, yəni koordinasiyasında çox böyük əhəmiyyət kəsb edir və gəzməyin özü energetik resurs cəhətdən çox böyük enerji tələb edən bir fiziki fəaliyyətdir. Yəni bax bu proseslərdə kütlənin artıq olması müəyyən qədər çətinlik yaradır. Digər tərəfdən məsələn qalxana bənzər vəzinin problemləri zamanı inkişafda metabolizmdə bir qədər ləngimələr, inkişafın ləngiməsinə, reflekslərin ləngiməsinə və bu yolla da hərəkətin motor funksiyaların ləngiməsinə gətirib çıxara bilər. Digər bir məsələ, xüsusən burada valideynlərin rolunu mən nəzərə almaq istəyirəm. Məsələn, elə valideyn var ki, başı həddindən artıq çox qarışıqdır. Hər şeyə, uşağa vaxt ayıra bilmir. Və uşaq daha çox kolyaskada mı deyim, yəni və yaxud da ki, avtomobildə oturacaqdamıdır, avto oturacaqdamı deyim və yaxud da ki, hər hansı bir lokal bir yerdə uşaq həddindən artıq çox qalmış olur, uzanmış vəziyyətdə qalmış olur, remenlə bağlayırlar və s. və əlaxır. Yəni bu uşağın hərəkət eləməyə bir motivasiyası yoxdur. Uşaqla oynanılmır. Motivasiya verilmir. Yəni bütün bunların hamısı uşaqda bir
passivliyin, pastozluğun yaranmasına gətirib çıxarır. Əlbəttə ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Yəni siz nə qədər tənbəl həyat şəraitinə istiqamətlənsəniz, siz bir o qədər hərəkət etməkdən çəkinəcəksiniz. Elədir. Bax, bunların hamısı çox böyük əhəmiyyət kəsb edir. Müəyyən xəstəliklər var, hansılar ki, sinir, əzələ, sümük xəstəlikləri, oynaq xəstəlikləri, bəzi metabolik xəstəliklər. Yəni bunlar özləri də müəyyən endokrin pozğunluqlar, bunların özləri də gətirib yerimənin ləngiməsinə, gecikməsinə gətirib çıxara bilirlər və məhz buna görə də yerimənin lənginməsinə multifaktorial baxmaq lazımdır. Yəni bir çox nüansları mütləq nəzərə almaq. Və bir də yerimə aparatı var, yürütəc deyirlər, o vaxtı manej deyirdilər. Bunun uşağa ziyanı varmı? Yəni bundan yeriməni inkişaf elətdirir, yoxsa zərər vururmu? Bu da maraqlıdır valideynlərimizə. Həkim olaraq belə şeyləri əslində qalmış olsa məsləhət görmürük. Niyə görə? Baxın, insanın, uşağın yeriməsindən ötürü birinci növbədə onun koordinasiya hərəkətlərinin inkişafı lazımdır. Yəni bu nə deməkdir? Baxın, atalar sözü var. Uşaq yıxıla-yıxıla böyüyər. Yəni bir uşaq yıxılmayacaqsa, yəni o necə etmək lazımdır ki, mən yıxılmayım, bunu onun beyni bilməyəcək. Bunu bilməyəcəksə də bu uşaq gəzə bilməyəcək. Yəni ona görə də bu koordinativ hərəkətlərin, koordinasyon hərəkətlərin inkişafından ötürü uşağa yıxılmağa, belə deyim də, şərait yaratmaq lazımdır. Amma təhlükəsiz yıxılmağa, şübhəsiz ki, söhbət bundan gedir. Təhlükəsiz yıxılmağa, təhlükəsiz şəraitdə gəzməyi məşq eləməyə, treninqlərə şərait yaratmaq lazım. Biz həkim olaraq bu yeriyən aparatlardan istifadəyə biz əslinə qalmış olsa yaxşı baxmırıq. Çünki bu nəinki yeriməni inkişaf etdirmir, hətta onu ləngidə bilər. Yəni ona görə də biz təbii yollarla, yəni uşağı yeriməsini, iməkləməsini stimullaşdıra biləcək üsullardan, yəni təbii üsullardan, hər hansısa bir aparat vasitəsilə və ilaxır yox. Məsəl üçün evdə hər hansı bir valideyn, bizi izləyən bir adam körpəsinin motor bacarıqlarını inkişaf elətdirmək üçün, yeriməsini inkişaf elətdirmək üçün nələr eləyə bilər? Bunu demək olar ki, əksər valideynlərin özləri də bilirlər, amma bir yaddaş olaraq bilməyənlərə, gənc ailələrə də biz bunu məsləhət görə bilərik. İndi nə edə bilərlər? Məsələn, deyək ki, birinci növbədə təhlükəsizlik. Yəni kəsici, ondan sonra küt nələrsə olmalı deyil ki, uşaq yıxılanda hər hansısa bir travma törətsin. Sadəcə döşəməyin üzərində deyək, divanın, kreslonun yanında, məsələn, divandan, kreslodan qalxızırıq, tutdururuq. Hər hansısa bir oyuncağı bir qədər uzaqda, daha çox uzaqda yox. Yəni uşaqda motivasiya olmasından ötürü yaxında olmalıdır ki, onda bir o həyəcan hissini yaratsın ki, o hərəkət etsin. Qoyub məsələn, bunu hərəkətlətdirməsini və motivasiya edib, səsləyib, çağırıb, yəni biz onu bu yolla motivə edə bilərik. Digər məsələ, məsələn, iməkləməsini motivə etməkdən ötürü uşağı qarnı üstündə döşəməyin üzərinə qoyub, yenə oyuncağı bir qədər aralıda qoya bilərik. Digər, məsələn, gəzməni digər məsələn, uşağın əlindən tutub, digər bir yol, uşağın əlindən tutub özümüzə doğru, ayaq üstə, özümüzə doğru bir qədər çəkmək ki, addımını atmağa çalışsın. Bax, bu üsullardan istifadə edərək biz onların irəliləməsini, addım atmasını, iməkləməsini biz stimullaşdıra bilərik ki, daha tez bir müddətdə effekt əmələ gəlsin. Bir də valideynlərin maraqlandığı bir hissə daha masaj və fizioterapiya uşaq üçün nəzərdə tutulan. Bu həqiqətən hər uşağa lazımdırmı, yoxsa sadəcə sırf problemi yaşayan uşaqlarda mı bu istifadə olunmalıdır? Onu öyrənmək istəyərdik sizdən. Baxın, ümumiyyətlə bu son zamanlarda həddindən artıq çox büsət alıb, lazım oldu, lazım olmadı masajların olunmasına. Yəni, baxın, mən ən çox valideynin öz övladını masaj eləməsini daha üstün tuturam. Niyə görə? Çünki bu bir həzdir bir tərəfdən. Digər tərəfdən qan dövranı məsəl üçün yaxşılaşdıra bilər və ən əsası ana ilə bala arasındakı ünsiyyəti, bağı bu artırmış olur. Bax, bu nöqteyi nəzərdən bəli, problem deyil. Amma
İməkləməsi ləngiyən, gəzməsi ləngiyən uşaqların hamısına masaj edək düzəlsin. Bu düzgün baxış bucağı deyil. Yəni bu bəlkə də lazımsızdır. Amma bəli, əgər uşaqda hər hansısa bir nevroloji problem olarsa, bir əzələsində problem olarsa, bir oynaqlarında, məsələn, hərəkətliyində problem olarsa, müəyyən hallarda biz araşdırırıq bunu, görürük ki, müəyyən bir problemlər var. Bəli, onda biz masaja müraciət edə bilərik. O bizə müəyyən qədər köməklik göstərə bilər. Amma ucudan tutma masajın sağa sola olunmasında burada bir lüzum yoxdur. Çünki baxın, masaj olunma da valideynlərdən, xüsusən gənc ailə quranlarda əlavə bir maliyyə vəsaitinin ayrılmasıdır. Yəni biz bunları da güdməliyik. Yəni vicdanlı olmaq lazımdır. Əgər bu şeyin ona xeyri olmayacaqsa, nə üçün onu eləyək ki, və ailə də maliyyə cəhətdən böhran keçirsin? Yaxşı olar ki, masaj əla, valideynin özü eləsin. Evdə necə masaj eləyə bilər? Belə ayaqlarını yığsın, açsın. Müxtəlif üsullar var. Bir qədər basaraq, sığallayaraq, ondan sonra oynaqlardan hərəkətlərlə və s. və ilaxır. Yəni müxtəlif cürdür. Gün ərzində bir neçə dəqiqə kifayətdir. Bir neçə dəqiqə, bir neçə dəfə 10 dəqiqə eləyə bilərlər. Heç bir problem yoxdur. Aydındır. Bəs erkən yerimək, erkən yeriyən uşaqlar biz daha sağlamdır deyə bilərikmi? Erkən yerimək nə daha erkən sağlamdır. yeriyən, nə erkən iməhliyən, yəni bunların uşağın gələcəkdə əqli inkişafı, ağıllı olması və s. heç bir şeylə əlaqəsi yoxdur. Mifdir deyə bilərik. Elə uşaqlar var ki, onlar 18 ayında, 17 ayında, 16 ayında başlayıblar yeriməyə, amma onlar həddindən artıq ağıllı insanlardır, uşaqlardılar. Onlar məsələn davamiyyəti məktəbdə, universitetdə, iş şəraitində dünya üçün elədiyi işlər daha çox olub, daha nəzərə çarpan olub, amma elə uşaqlar da var ki, onlar 6 ayla gəzməyə başlayıblar və yaxud da ki, daha tez iməkləməyə başlayıblar, amma onların həyat fəaliyyətində, yəni intellektləri ola bilər bir qədər az olub və yaxud da IQ-ləri ola bilər bir qədər az olub və yaxud da ola bilər, belə deyim də, çox da ağıllı olmayıblar. Yəni biz inkişafı kimin tez yeriməsi, kimin tez iməkləməsi ilə ölçmürük. Biz inkişafı mərhələlərinin ardıcıl və düzgün formada getməklə ölçürük. O zaman deyə bilmərik ki, məsəl üçün, üzr istəyirəm, sözünüzü kəsdim. Qız uşaqları, oğlan uşaqları, bu qız uşağı tez yeriyəndir, oğlan uşağı gec yeriyir və yaxud da əksinə, bunların da hər biri mifdir. Bu bir mifdir. Bu bir mifdir. Xalq arasında yaranıb, bəli. Amma statistik araşdırmalar göstərir ki, bunların arasında bəli, ola bilər çox cüzicə bir fərq olsun, amma bu fərq statistik əhəmiyyət kəsb eləmir. Yəni biz buna arxeyin olub, buna güvənib hər hansısa bir fikri deyə bilmərik. Yəni ümumiyyətlə göstərilib ki, gəzmək üçün 18 ayına qədər, yəni həm oğlan, həm qız uşaqları gəzməyi bacarmalıdırlar, yəni əksəriyyəti. Yəni iməkləmək deyək ki, yazılı var ki, orta statistika ilə 6 ayından 9 ayına qədər uşaqlar oturmağı bacarmalıdırlar məsəl üçün. Və yaxud da iməkləməyi başlamalıdırlar 6-9 ayında və s. və ilaxır. Yenə deyirəm, iməkləməyə, oturmağa, gəzməyə nə vaxt başlaması hələ bizim inkişafımızın dəyərləndirilməsi üçün kifayət deyil. Yəni bunun üçün müxtəlif mərhələlərin ardıcıl olaraq bir-birinin ardı ilə getməsi lazımdır və biz onu qiymətləndirməliyik. Və bəzən olur ki, valideynlər deyirlər ki, uşaq yerimir, onda sümükləri inkişaf eləməyib, gedək ona D vitamini verək, kalsium içirək. Bu həqiqətən faydalı olur, yoxsa? Baxın, ümumiyyətlə iməkləmənin, gəzməyin, ləngiməsinin D vitamini ilə sıx əlaqəsi düşünməzdim bu belədir. Bəli, əgər ağır D vitamini çatışmazlığı varsa, raxit xəstəliyi ağır formada gedirsə, bu sümüklərdə müəyyən deformasiyalara, oynaqlarda müəyyən deformasiyalara səbəb ola bilər ki, mexaniki hərəkətin pozulması baş verə bilər və buna görə də gəzmədə ləngimələr və s. müşahidə oluna bilər. Amma bu az hallarda müşahidə olunan bir məsələdir.
Amma sırf gəzməyin ləngiməsi ilə əlaqədar olaraq mən fikirləşim ki, burada D vitamini əksikliyi mütləq var və mən D vitaminini götürüm yüksək dozalarda verim. Yəni belə bir şey yoxdur. Onu demək istədim. Ya da moddadır. Hə, gəzməyə ləngib kalsi verin düzəlsin. Yəni bu düzgün baxış bucağı deyil. Və bəzən də deyirlər ki, çox ayaq üstə saxlasaq, o yeriyəcək. Bu da bir mifdir o zaman. O da mifdir. O da mifdir. O da mifdir və hətta elə ailələr var ki, onlar 4 ayından başlayırlar uşaqlarını ayaq üstə gəzdirmək istəməyə, yəni ayaq üstə saxlayıb uşağı özlərinə doğru dartmağa. Bu da bir yanlışdır. Niyə görə? Çünki mən valideynlərə onu demək istəyirəm ki, hər yaşın, hər ayın bir xarakteri var. Bir inkişaf dərəcəsi var. Hər bir funksiyanın, elə gəzməyində bir yaş xüsusiyyəti var. Yəni bunlar bir-biri ilə bağlıdır. Yəni 4 ayında uşaqdan gəzmək tələb eləməyimiz bu düzgün deyil. Əgər biz deyiriksə ki, 6 ayından sonra, yəni bu vaxtı gözləmək lazımdır. Yəni sizin vaxtından əvvəl gəzmək məsələlərinə qarışmağınız uşağı ayaq üstə çox salır. Bunun gələcəkdə ayaqlarının əyilməsinə, onurğanın əyilməsinə, yəni hazır olmayan strukturu siz güclə, zorla həmən funksiyaya sürüklüyürsünüz, amma o hazır deyil o funksiya üçün, o aktivlik üçün. Ona görə də bu gələcəkdə öz problemli tərəflərini başlayacaq artıq yaratmağa sizin üçün. Ona görə də hər şeyin öz vaxtı var deyərdim. Yəni tələsməsinlər. Ümumi çox gözəl bir söhbətimiz oldu. Düzdür, demək olar ki, bütün suallarımızı verdik valideynlərdən gələn, amma sonda istəyərdim ki, elə sual verəsiydim ki, valideynlərə nə məsləhət verərsiniz, nə tövsiyə eləyərsiniz. Elə indi dediniz, başqa nəsə əlavə gənc ailələrə, bu mövzuda məlumatı az olan insanlara, nə edəcəyini bilməyən insanlara nə deyə bilərsiniz? Yadlarında saxlasınlar. Bir daha təkrarlayıram və vurğulamaq istəyirəm bunu dönə-dönə. Hər şeyin öz vaxtı var. Sizin uşaq kabab da yeyəcək, sizin uşaq dovğa da yeyəcək, sizin uşaq nə bilim üzəcək də, tullanacaq da, yıxılacaq da, ondan sonra gəzəcək də, qaçacaq da, amma öz vaxtında və öz uşaqlarınızı heç vaxt başqa uşaqlarla müqayisə etməyin. Hərənin öz inkişaf tempi var. Sizin də ailənin anadan, atadan, nəsillərinizdən asılı olan bir inkişaf templəri var, hansı ki sizin uşağa keçir. Siz öz uşağınızdan yalnız sizin nəsildən gələn genetik strukturaya, genetik kodlara görə nəsə istəyə bilərsiniz. Ondan ardını istəyə bilməzsiniz. Ona görə də və başqa uşaq daha tez yeridi, başqa uşaq daha tez qaçdı, başqa uşaq daha tez oturdu. Niyə mənim uşağım oturmadı, qaçmadı? Bax belə deyib nə özlərini psixoloji sarsıntıya keçirsinlər, ya uşaqlarına əzab-əziyyət versinlər. Və bunların hamısı hər şey öz vaxtında olacaq. Və bir də onu demək istəyirəm ki, cəfəngiyatlara uyub uşaqlarına onu verək, bunu verək, bunu versək düzələcək, onu versək düzələcək. Yəni tibbi əsası olmayan, tibbi bazası olmayan fikirlərə inanıb və bunun ardınca getmək həmişə problemlə üzləşir və bu problemləri deməsələr də bu problemləri biz həkimlərin yanına yaxınlaşanda artıq deyirlər ki, biz bunları görürük və bir daha deyirik, deyirlər bizi başa salan olmayıb vaxtında, yaxşı başa salan olmayıb və bu söhbətlərin hamısı bundan ötürüdür ki, onlar sonra qayıdıb məsələn sosial şəbəkələrdə və s. geniş büsətlə demirlər ki, hə bax biz belə idik, bu səhv eləmişdik, getdik həkim bizə başa saldı, bu akaza bununla əlaqədar imiş, bizdə bu nəticəni verdi ki, o birisilər də baxsınlar və öyrənsinlər. Bunu deyən yoxdur. Amma yəni öz səhvlərini əvvəl-axır müəyyən bir mənada başa düşürlər. Yenə də sağ olsunlar. Bəli, amma çox əfsuslar olsun ki, başları daşa dəyəndən sonra bunu belə deyim də bilmiş olurlar, başa düşmüş olurlar. Ona görə də həkimlərdən yalnız məsləhətlərinizi almağınızı tövsiyə edərdim. Tibbi əsası olan tövsiyələrdən istifadə etmənizi və onlara riayət etmənizi istəyərdim. Artıq xala qızı, bibi qızı söhbətlərini, qonşunun dediyini biz bura qarışdırmayaq, çünki bunlar tamamilə başqa şeylərdir. Bəli, onların arasında şübhəsiz ki, elələri olur ki, savadlı söhbətlərdir, olur. Amma
statistika göstərir ki, demək olar ki, 95% miflərdir hamısı. Aydındır. Çox sağ olun. Çox minnətdarıq. Siz də sağ olun. Həqiqətən də gələcək üçün, gələcəkdə bəlkə də hər hansı bir uşaqlar üçün yaxşı bir hərəkət elədik, yaxşı bir iş gördük. Siz də gəldiniz, dəvətimizi qəbul elədiniz. Çox sevindirdiniz bizi. Çox sağ olun. İnşallah bir dahakı görüşlərimizdə valideynlərimiz üçün maraqlı olan sualların cavabları ilə olar. Minnətdarıq. Çox sağ olun Tərlan doktor. Mən də öz təşəkkürümü bildirirəm. Çox sağ olun dəvətiniz üçün. Çox sağ olun bu gözəl proyekt üçün və ümidvaram ki, bizim bu dinləyənlər, tamaşaçılar bu danışıqlardan bir nəticə çıxardacaqlar. Bir fayda götürərlər. Bəli və düzgün istiqamətdə yönələrlər və bizim də populyasiyamızın gələcəyi olan bu gözəl balaların inkişafı daha dürüst yolla, daha gözəl yolla, təbabətə əsaslanan istiqamətdə inkişaf etmiş olar. Onlara inkişaf arzulayıram, sağlamlıq arzulayıram hər birinizə. Çox sağ olun. Sizə də həmçinin. Çox sağ olun. Sizlər də özünüzə də yaxşı baxın, körfənizə də yaxşı baxın. Gələn görüşlərə dək.